Herkese selamlar Ayxan. Bugün sizlerle birlikte ilk iki videolarını izleyirik. Hələ də kanalıma abunə değilsə aşağıdan kanalıma abunə olub bu videomu da like atmayı unutmayın. İlk iki video fikrini Fərədin kanalından almışam. Fərədin kanalına da hələ də abunə değilsinizsə açıqlamadan Fərədin kanalına da abunə ola bilərsiniz. Ayda ilkin! Nədir? Nə olur? Sürüm niyə daşırtdın? Baxardın da buna. Sən bişirirdin axı südü. Sənin üçün pişirirdin, kimin üçün pişirirdin? Yenə mənim oldu da günah. Hə. Hamısı sənin Yox başına artıq. oldu. Mən nə elədim? Qaşıqları vaxtında yusaydın, indi mən əlimlə yiyib yerə döymək zorunda qalmayacağam. Aga be. İlkanə xanım, sifarişləri biz gəlib yenə nə qədər şey almısınız? Nəyə qışqırırsan? Səni görə almışam da. Bunları mənə görə almısan? Məndən uzunsan da, cücəyə oxşuyur. Bunu da mənə görə almısan? Hə? Möhtəşəm qohumlarımın xeyir və şər günlərində geyinmək. Hə, hər şey mənim səhvimdir. Sənin səhvin zadın yoxdur. Mənim də səhvim odur ki, səni sevirəm. Mənim də səhvim. Nə? Mən də səni sevirəm. İlki yandırmışdı az qalsın. Nə? Ayda canım Duz qarlalı gətir. istədi. Nə? Duz gətir, duz. Nə? Duz gətir, duz, duz. Nə deyirsən, eşitmirəm. Duz. Duz gətir. Eşitmirəm. Salam, Siz kimsiz? mən 4 mərtəbə yuxarıda qalıram. Allah budusu ver əvvə. Ayda. Biz getdi səhərdən. Ayda yox artıq. Güya evdə elə bir səs oldu ki 4 mərtəbə yuxarıda qalan anlı olaraq endi aşağıya və dedi ki bunu artıq ərinə ver, yetər artıq dedi. Kişilərin demək istədikləri. Bu nədir də bişirmisən də? Bax adam bir işdən gələndə bozbaş yemək istəyir, kalapur yemək istəyir, ət, dolma yemək istəyir. Allahım, mən də istəyirəm. Toyuğu bişirib qoymuşsan qabağına deyir yemək necədir? Duzsuz, dadsız. İlkin. Əladır həyatım. Anlıq mən. Anlıq mən. İlkin, necə olmuşam? Bayram yumurtasını buyursan. Böyle əlini çoruğunu tutub elə bir. Get bunu biraz azal. İç səsində reallıq. Əslində bunlar belə olmalı. Gedək. İlkin, mən kökəlmişəm. Hə, kökəlmisən. Kökələrsən də, depressiyaya düşsən, yemək yeyirsən. Xoşbəxt olursan, yemək yeyirsən. Hər gün səhər İlk yemək özünü yeyirsən, yandırdın. axşam bilmirsən ki, İlk özünü yandırdın, yox. Qudurmusan sən? Vay. Mən bilmirəm bu evdə kimin Vay, sözü ilkin keçir. ürək Sənin sözünə yeyir. neçə dəfə demək lazımdır? Nə dedi, nə eləmədim? Səhərdən 50 dəfə demişəm, qaldır ayağı, silim buranı. Yox artıq. Yoldaşımın seçimlərimə hörməti. Yox, Baxmadım heç. yox. Pisdir. Ayda. İlkin seçiklərini götürmür. Dayan. Pisdir. Az əvvəl özü seçmişdi. Aga be. Bugün də ilkin üçün duyğulanırıq. Ay İlkin. Pulun qalıb şalvarımın cibində yuyacaqdım, əziləcəkdi. Əziyyətlə pul qazanırsa fikir ver də. Qəşəng. Sən belə pul qədri bilən ol həmişə. Mən sənə pul verərəm. Oo. Sağ ol. Yenə pul qalıb cibində yuyacaqdım. İlkin! Pulu yenə unutmusan şalvarımın cibində. Tapmısansa deməli sənin də gəl. Oba. Sağ ol. İndi 200 manat çıxır 100%. Bunun cibində niyə pul yoxdur ye? Onun mənə verdiklərini aparım ona verim, deyim ki şalvardan tapmışam. Aha. Mənə yenə daha pul versin. İlkin! Görək nə Yenə olur? yadımdan çıxıb bu qədər pul qalıb şalvarımın cibində. Şalvarım cibimdə qaldı. Hə. Aa, nə yaxşı, mənim də pulum yox. Ayda. Ayda içəri pulsuz qaldı. Qardaşım görüntülü yığar. Qardaşın yığır. Qardaş, mən gedim harda gizlən? Atma, heç atma. Evlisiniz axı siz? Mən burada girim sonra yığ, at indi. Ay bala, ay İlkin! Hə. Biz evliyik. Sən at görüm nə deyir hə o. At. Nə tərsən qaddan qalır. Məndən başqa hər şeyə inanan anam. Buna bax. Allah'ın möcüzəsi damısı. Ay Allah. Ay ana inanma elə şeylərə, onları Ay senin intellektinlə Allah. düzəldir. Səsini! Allah'ın möcüzəsidir, şək gətirmə. Oha. Ay bala, getmə bir qutu sıçan zəhəri al gədə. Bizim evdə sıçan yoxdur axı, niyə sən sıçan zəhəri? Sıçan üçün istəmirəm, özüm üçün istəyirəm. TikTokda görmüşəm. Hər gün səhər acıqlarına bir qaşıq sıçan zəhərini suya qatıb içirsən, ayaqda ağrı-mağrı qalmır. Ay Əlli ana içmə qalmaz. elə şeyləri. Lazım Hər deyil, gün özüm qalmaz. gedib alaram. Bala varrandıq, tez ol mənə 500 manat ver. Necə varrandı? Tanımadığım bir əmimdən mənə torpaq, ev, villa, zad qalıbmış. Ay İndi da. advokat məndən 500 manat istəyir ki, hamısını mənim adıma keçirsin. Dələduz dolarından belə şeylər. Niyə yalan Yeni Get iş. kan. Əsəbi olmayanda qadınlar.
Mən yuyacaqdım da özüm. Yaxşısan. Ayda. Niye heç nə demə? Normalda rəsmi deyilməli idi. 30 minlik powerbankım hanı evro? Hə, sən işlədirsən. Yox, bir problem yox. Oha. Fiber oldu bir anda. İkənə nə oldu? Nə oldu? Bax, bayaqdan nə qədər səhv eləmişdim. Alışkanlıqların üstünə çıxanda anlıq biz. Bir də ayaqqabı bəyənmişəm, 300 manatdır. Al, get nə istəyirsən al, başqa şeylər də alarsan. Tək ki, xahiş edirəm, normaldır. Nə gözəl. Dur bu corabları, dədəmin hambalı yoxdur, aparaq yerinə. Evin ortasına corab çıxardıratır, sonra da ev içik. Axşam işin yoxdursa, anam gil çağıram yeməyə. Yox, çağırma, heyim yoxdur. Nəyim yoxdur? Gün çox gəlmirlər bizə, çağırım gəlsinlər. Yoxdur, çağırma da, yəni halım yoxdur. Hə, halım yox demək Məndə pişirməyə. soruşan var, özüm yığıb çağıracam. Alo. Xala necəsən? Sağ ol, yaxşıyam. Axşam boşsunuzsa bizə gəlin də, çoxdandır gəlmirsiniz. Hə? Yemək zad da pişirərəm, özbək plovu çevirsən axsa. Hayda. Vəfasız oğlumdur da, mən deməsəm heç yadına düşməz ki, anasına zəng eləsin ki, nə pərdi, nə var, nə yox. Mən indi qalxıram, yemək pişirəm. Oldu sən. Hava soyuq deyə. Prenses oğlan. Düz deyirsən. Üşüdüm mən də yaman. Allah'ım yarabbim fake attı. Tarzan kimi geyinmisən, xəstələnəcəksən. Bax, sonra demədi, fikir vermək lazım, isti yemək lazım. Mam sən nə deyir? Mam deyir ki, soyuq Çox sözünü sağ ol. soyuğa versə, Niye necə fake atır? Mam ilə çox mənə fikir verdi. Mən də deyir ki, bax özünə fikir ver. İnanmıram bunun axırı heç yaxşı bitər. Ən çox özünə fikirləş. Yəni bu dünyada səndən artıq heç kim yoxdur. Niyə başqa Allah'ım yarabbim. Arkadaşlar fake atır adam. Kadınların dilinden danışmak. Dur, mən qutaranda deyəcəm sənə. Cezalıdır, orada durur. Baban durdu. Ha, durmak istemiyor Allah. Aha. Dolardı o. Hadi 300 dolar. 400. Daha çok oldu. Bilmiyorum artık ne kadar oldu. Salam mama. Nə qədər duracam? Evden kovulup anası güle giden kişi. Olub yeyəcək misən? Səndən soruşacağam evə gələndə. Video fason. Bu kimdir ki? He, bacısı diye. Hardadır? Xalam gilə gedib, birazdan gələcək. Nədə? Yumurta ver, bir dənə də çay ver. Oldu başqa? Ya 100 ildə bir dəfə sizə gəlirəm deyir oldu başqa. Yumurta qırıb bir dənə də çay ver. Oba. Çox sağ ol. İlkənəyə gücün çatmır, elə ancaq mənə bozar. Azərbaycan qorxan adam mən ona danışıqdı. Ülkən. Səllah yenə nə qələt eləmişsən. Sezmişim yanıma. Hə? Sezmişim evə qoymadın. Nə? PlayStation-a getmişdim, evə geri gəldim, qapını Aa, bağladı, qaldı. qaldı, qoymadı məni. Dur get üzr istə barışın. Mən ondan üzr istəyəcəm. Xeyr, gələcək, qapını döyəcək, məndən üzr istəyəcək. Ona Sonra da gideceğim. Sındırdılar qapını, bunu açın da. Nə iş? Oha. Evdən qovdum, anamca gəlmişəm də. Telefonu niyə açmırsan? Anlıq gərginlik. Eşitməmişəm. Gedir evə çıx. Dəqiq, qoyasan evə. Çıx çölə. Mən bugün burada qalıram. Neyse dostlar, bugünkü videonun sonuna geldik. Videomu beğendiyse like atıp aşağıdan da kanalıma abone olmayı unutmayın. Bunu da unutmayın ki sevilirsiniz.